yanvar ayı gələndə içimizi qəribə bir his bürüyür. Xüsusilə təqvim 19-dan 20-sinə keçən gecəni göstərirsə. 1990-cı il 20 yanvar gecəsi vətən uğrunda ayağa qalxan insanlar güllə və tanklara sinə gərdilər. Hər biri də o qədər mərd və cəsarətli idi ki, çünki xalqını, dövlətini müstəqil, azad görmə arzusu ilə yaşayırdı. Bugün bu xiyabanda uyuyan şəhidlər öz canları bahasına müstəqil dövlətimizin təməlini qoydular. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Sovet İttifaqı Komünist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mikhail Gorbaçovun əmri ilə SSR Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna daxil edildi. Əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutuldu. Xüsusi qəddarlıq və vəhşiliklə həyata keçirilən hücum zamanı yanvarın 20-sində və ondan sonraki günlərdə Bakı, Neftçala və Lənkəranda ümumilikdə 150 nəfər qətlə yetirildi. 700-dən çox insan yaralandı. 800-dən çox insan isə qanunsuz həbs olundu. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, təcili yardım işçiləri, polis nəfərləri də var idi. Elə məhz buna görə hər il yanvar ayı daxil olanda bizi acı bir his bürüyür, gözlərimiz dolur. Qətliamdan bir gün sonra, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedir. Burada Bakıda baş vermiş kütləvi qırğın törədən SSR hakimiyyətini və Azərbaycanın o vaxtki yaratmaz rəhbərliyini kəskin tənqid edən bəyanat verir. Я узнал об этом вчера утром и, естественно, оставаться равнодушным этому событию не смог. 93-2003 illər həlledici illər olmuşdur. Dövlətçiliyin əsasları qoyulmuşdur. 20 yanvar faciəsinə siyasi qiymət verilmişdir. Nə üçün Xalq Cəbhəsi, Musavat cütlüyü 20 yanvar faciəsinə siyasi qiymət verməmişdir? Onların bir il vaxtı var idi. Nə üçün? Çünki onların da əli qana, Azərbaycan xalqının qanına batmışdır. Onlar da 20 yanvar faciəsini ört-bastır etmək istəyirdilər. Yalnız Heydər Əliyev 20 yanvar faciəsinə siyasi qiymət verdi. Hər zaman dediyimiz kimi, heç nə unudulmur, heç nə yaddan çıxmır. 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı, milli ruhu sarsılmadı. 2020-ci ilin vətən müharibəsində, eləcə də 2023-cü ildə keçirilən bir günlük antiterror tədbirlər nəticəsində Azərbaycanın ərazi bütövlükdə suverenliyi tam təmin olundu. Biz güc topluyorduk və ildən ilə, aydan aya gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi. Bugün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu bizə daha böyük siyasi güc verirdi. Biz müstəqil siyasət aparan ölkə idik və bu amillər, digər amillərlə bərabər bizi şanlı zəfərə yaxınlaşdırırdı. Əldə edilən tarixi zəfərlə 20 yanvar şəhidlərinin narahat ruhları nəhayət ki, dinclik tapdı. Xalqımız 20 yanvar faciəsinin 36-cı il dönümünü qürur hissi və baş ucalığı ilə qeyd edir. Bugün Azərbaycan bayrağı azad edilmiş bütün torpaqlarımızda dalğalanır.
Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız doğma yurt yuvalarına qayıdırlar. 20 yanvar şəhidləri bu günümüzü məhz belə görmək istərdi. Azad, müstəqil və firavan. Unutmayaq ki, hər qaranlıq gecənin bir işıqlı sabahı var. Rəhil Rafiq qızı Elnur Tofiq, Elxan Axundov, Elmin İspəndiyarov, ASTV xəbər.